Salam olsun hidayətə tabi olanlara. Bu Quran ayəsidir. Laləzar. Laləzar. Balaca. Day böyüdün. 26 yaşın var. Hicabın da vaxtıdır. Yetkinlik yaşını çatmışsan da demək olacaq. Çatmamısan. Onda yaş. Hərflər tanıyırsan da. Mən də hərfləri tanıyıram, deyim sən. 4-cü surənin 94-cü ayəsində. Get oxu. Allah nə buyurur? Mən səni kafir demirəm. Cir də demirəm. Allah deyir, heç kəsə deməyin elə şeylər. Lağ da eləmirəm. Sənin vaxtında mən nə gündəydin? Mollalar, Laləzar, hamilə olanda sən olmamışsan, yəni, mən deyirdim ki, Allaha xahiş elədim ki, yəni, Allahım, elə əhd bağlamaq deyirlər, nə deyirlər ki, bu uşaq, yəni, zülümlər gördüm, olsun, nəysə, hamısını demə, yəni ki, dedim, Allahım, qurban olum, yalvardım ki, yalvarmaq lazım deyildi, xahiş elədim, nə dedim? Ki, Allahım, bu uşaq sağlam olsun, mən onu molla eləyəcəm dedim. Mən elə bir də məscidlə bağlı, yəni mollalara hörmətim var idi, məsciddə yerləşdikləri üçün. Amma indi qulaq as, mollalar öyrətməyiblərsə də, ona görə də bu qədər acı yaşadım. Yaşamışıq daha doğrusu. Bax, 52-ci, 22-ci surənin 52-ci ayəsi. Allah Teala buyurur ki, nədir? Get araşdır. Mən də sevirəm Quranı, sən də. Düzdür, deyirsən, mən məni yaradan niyə sevməyim ki? Sevirsən, onda get araşdır. Mən də gedim xörəyi qarışdırım, gəlim. İndi bu dəqiqə o saniyədən sonra aranı qarışdıran mollalar kimi eləmirəm. Dünya bir-birinə vururlar. Bax. Nədir orada? Allahın adları. Çağırırsan mı Allahın adlarını? Divarda var bizdə, bilirsən də. Çağırırsan mı Allahın adlarını? Dua edirsən mi? Allah Quranda buyurur. Sonra Laləzar. Bax, bu sənin şəklin idi. Mən çəkdim foto ilə, fotoaparatla. Sonra ona baxa-baxa yəni nə istəyirsin orada? Burada sonra nə oldu? Özü bilir də nə? Deməyə nə ehtiyac düşməyə? Özü bilir də sonra yaşdı. Laləzar. Neynədim onda? Əlim sənin gəlinlik şəkili var idi. Hələ anadan olmamışdan mənlə bağlılığını demə. Sonra səni də bilmirdim qızsan ya yox. Gəlinlik şəkili çəkdim ələ əlindən. Tez-tez avtomat kimi deməzlər, günahdır. Tez. Elə şeylər çox olur da məndə. O kitabın üzündə, o bir tərəfində, üzündə aşağı və arxa hissəsində olan şəkilləri 10-15 dəqiqə çəkdim. Oxuyursan mı? Yaxşı edirsən. Oxumursan da yaxşı edirsən, çünki yaxşı eləmirsən əslində, amma özün bilərsən demək istədim. İndi yaxşı, ayəni oxuyaq. Orada da ayələr var, vacib. 22-ci surənin 53-cü ayəsi. 52-ci ayəni oxu ha. 22-nin 53-cü ayəsi.
22-ci surənin 53-cü ayəsində Allahımız buyurur ki, şeytanın vəsvəsəsinin qəlblərində, mən gözüm yaşı görmürəm, oxu, şeytanın vəsvəsəsini qəlblərində mərəz, yəni nifaq, şək mərəzi, mərəz. Səndə şək varmı? Nifaq varmı? İcazlı lüğəti aç bax. Söv oxu. Şeytanın vəsvəsəsini də Allah Teala buyurur nəyə görə bizə şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı, sərt olanlar üçün bir sınaq vasitəsi etdi Allah. Davamı da oxuyasın. Başa düşsün. Allah vəsvəsəni ona görə qoyur ki, şeytanlar versin. Mən başa düşürəm. Yəni Allah bizi sınayır. Şeytanın vəsvəsəsini Allah ona görə belə edir. Yəni peyğəmbərlərə də, adi adamlara da vəsvəsələr gəlir. Ona görə ki, şeytanın vəsvəsəsini qəlblərində mərəz və ürəkləri qatı olanlar üçün bir sınaq vasitəsi etsin. Qəlbində mərəz yoxdurmu? Var, yoxdur, hə? Onda telefondan əl çək. Qəlbin qatıdır yoxsa? Hı? Deyəndə zəncələ, niyə zəncələmirsən? Gəl zəncələyə, zikirləşək. Yox, necə? Cümləni qura bilərsən qadına. Çaşdırmışsan, məni? Zəng eləyək, zikr eləyək, deyəndə məni niyə peşman eləyirsən? Hey dalını da düşməliyəm. 4-cü surənin 94-cü ayəsində unutma. Və o qayda var orada, mən onu pozmadım. Sənin yaşında, amma ürəkdə nə gəldi? Ürəyimə nə gəldi, vəsvəsə gəldi, nə gəldi? Ürəyimə vəsvəsə gəldi ki, yəni Peyğəmbər də 40 yaşında şeytan ürəyimə gətirdi, bir dəqiqə mən soruya qarışdırım. Hə, Lalə, ürəyimə gəldi şeytanın bir vəsvəsə, yəni axmaqlığı, yəni mənə nəqş eləmək istəməyi. Sən də bir vaxt sözü mənə demişdin ki, Peyğəmbər yazma kütüyü demişdi dəqiq. Peyğəmbərimiz əgər Allahın salamı olsun, hidayətə tabi olanlara da, bütün Peyğəmbər hamısı hidayətə tabi olan sonra Allahın salamı olsun. Deməli, bu Laləzar mənə deyir ki, öz sözünü deyir. Peyğəmbərlər, yox, Peyğəmbərimiz Allahın salamı olsun. Muhammed Peyğəmbər 40 yaşında əgər Peyğəmbər olsa, qardaşına hansı söz yadına düşdü? Şeytan nə deyir? O görünən 40-ında öyrən, göründə çağırdı, o axmaq sözlərdir. Sonra Laləzə, bəs İsa Peyğəmbər anadan olmamışdı. Necə olmuşdu? Neçə yaşından dedilər ki, Peyğəmbər olacaq. Özü dilaşlı danışdı uşaq. Peyğəmbərəm dedən. Yoxsa necə? O videoya bax. Nəsə, yaxşı ki, molla olmamsan. Amma mollalardan pis gündə sən demək istəmirəm, dilim gəlmir.